Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr. Bugün ali riyaziyyatdan kompleks dəyişənli funksiyalar nəzəriyyəsi bölməsindən yeni bir mövzu ilə görüşürük. Mövzumuz belə adlanır: Loran sırası funksiyanın Loran sırasına ayrılması. Tərif. Cəm n mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər Cn z minus z0 üstü n bərabərdir. Cəm n mənfi sonsuzluqdan mənfi 1'ə qədər Cn z minus z0 üstü n üstəgəl cəm n sıfırdan müsbət sonsuzluğa Cn z minus z0 üstü n 1 sırasına Loran sırası deyilir. İxtiyari z0 daxildir S kompleks müstəviyə daxil olan qeyd olunmuş nöqtədir. Burada Cn kompleks ədədləri Loran sırasının əmsalları adlanır. Kompleks ədədlərdir, özü də əmsallar adlanır. Əmsallar adlanır. Və deyək ki, bir düsturun göründüyü kimi sağ tərəfi iki sıranın cəmindən ibarətdir. Bu sıraları biz ayrı-ayrılıqda belə göstərək. Cəm n mənfi sonsuzluqdan mənfi 1'ə qədər Cn z minus z0 üstü n bərabərdir. C mənfi 1 z minus z0 üstəgəl C mənfi 2 z minus z0 fərqinin üstündə 2 plus və sairə plus C mənfi n z minus z0 üstü n plus və sairə. Buna 2 sırası deyək. Və n sıfırdan sonsuzluğa qədər, müsbət sonsuzluğa qədər Cn z minus z0 üstü n bərabərdir. N 0 olanda C0 üstəgəl 1 olanda C1 z minus z0 2 olanda C2 z minus z0'ın kvadratı plus və sairə Cn z minus z0'ın üstü n plus və sairə. Buna 3 düsturu deyək. Deməli, bir sırası, bir düsturunun sağ tərəfi 2 sıradan ibarət və bu sıraları biz açıq şəkildə yazdıq. İndi bu açıq şəkildə yazılmış sıraların necə alındığını şərh edək. Yəni o necə alınır? Burada 2 sırasında mənfi sonsuzluqdan 1'ə istiqamətində deyil, bu nədən 9 üzərində göstərəcəm. Mənfi 1'dən mənfi sonsuzluq istiqamətində yazılış formasıdır. Bu tutaq ki, 0 nöqtəsi, mənfi 1, 1, qeyd edirik bu nöqtələri. Burada 2, mənfi 2, bax, n mənfi sonsuzluqdan mənfi 1'ə qədər. Mənfi sonsuzluq bu, mənfi sonsuzluq, müsbət sonsuzluq. 2 sırası bu istiqamətdə, yəni əks istiqamətdə yönəlmiş qiymətlərlə yazılır. Baxaq, mənfi 1 olanda, C mənfi 1, Z minus Z0 bölünsün. Mənfi 2 olanda bu istiqamətdə belə, 3 sırası isə əksi istiqamət üzrə yazılmışdır. Bunu yazılışı belə yazmaqda məqsədimiz odur ki,
yazılış forması daha yaxşı formada görünsün. Deməli, bu sağ tərəfdəki 2 sıra bu şəkildə yazıla bilirsə, onda bir sırasını geniş formada biz yaza bilərik. Yəni o geniş formada necə yazılır? İndi onu mən qeyd edəcəm. Onda alırıq. Onda alırıq bu bərabərdir. S mənfi 1 Z minus Z0 üstə gəl S mənfi 2 Z minus Z0'ın kvadratı plus və s. plus S mənfi N Z minus Z0'ın üstü N plus və s. və plus ikinci sıranın ayrılışını yazırıq. Olacaq plus S0 üstə gəl S1 Z minus Z0 üstə gəl S2 Z minus Z0'ın kvadratı plus və s. Sn Z minus Z0'ın üstü N plus və s. Yəni bu şəkildə biz yaza bilərik. Onda burada buna, bu yeni yazılışa bir iştirik deyək. Yəni bir düsturun daha geniş formada yazılışı bu şəkildə olur. Açıq yazılışı. Və bundan sonra biz ədəd oxu üzərində bunu aydın şərh eləyəndən sonra indi mən sıranın yığılması haqqında, bir sırasının yığılması haqqında danışmaq istəyirəm. Yəni bir sırası nə vaxt yığılan adlanır? Yığılan sıra olur hər hansı bir nöqtədə və o sıranın cəmi necə təyin olunur? Əgər ixtiyari Z0 daxildir ixtiyari Z daxildir S kompleks müstəvisindən olan nöqtə üçün bir sırasının sağ tərəfində olan hər iki sıra yığılırsa, onda Loran sırası həmin nöqtədə yığılan sıra adlanır. Və Loran sırasının cəmi elə sağ tərəfdəki iki sıranın cəminə bərabər olur. Teorem. Əgər fz funksiyası 0 kiçik bərabərdir r, o da kiçikdir z minus z0, kiçikdir böyük r, o da kiçikdir müsbət sonsuzluq halqasında analitikdirsə, onda bu funksiya yeganə şəkildə Loran sırasına ayrılır. Yəni fz bərabərdir n mənfi sonsuzluqdan müsbət sonsuzluğa Sn z minus z0'ın üstü n şəklində göstərilə bilir. Burada Sn əmsalları Sn bərabərdir 1 bölək 2pi integral vuraq L əyrisi üzrə f xi və xi minus z0'ın üstü n plus 1 d xi n daxildir z düsturu ilə 5 düsturu ilə tapılır. Yəni Sn əmsalları Sn bərabər 1 bölək 2 pi vuraq integral L əyrisi üzrə f xi minus z0 üstü n plus 1 d xi düsturu ilə tapılır. İndi mən burada L əyrisi necə təyin olunur? L əyrisinin forması nədir? Onu şərh edəcəm. Belə ki, L əyrisi burada
Z minus Z0 bərabərdir rho çevrəsini təyin edir. Rho isə kiçik R-dən böyükdür, böyük R-dən kiçikdir. İndi mən bunun həndəsi təsvirini verəcəm. Deməli, FZ funksiyasının Loran sırasına ayrılması yeganə ayrılış şəklində olur. Əgər analitikdirsə FZ və rho L əyrisi üzrə o SN əmsalları bu integral vasitəsilə təyin olunur. İndi gəlin, dediyim kimi, rho əyrisi, R, kiçik R, halqa necə göstərilir, onu bu teoremin əsas mahiyyətini göstərək. Deməli, bu teoremdə Z0 nöqtəsi mərkəz nöqtəsidir. Mərkəzi nöqtəsidir Z0. Kiçik R radiusu bu şəkildə təyin olunur, böyük R radiusu bu və kiçik R ilə böyük R arasında radiusu rhoya bərabər olan ikinci çevrə. Bax, rho radiusu bu şəkildə təyin olunur. L əyrisi isə radiusu rhoya bərabər olan qapalı çevrə əyrisidir. Bax, L əyrisi bu çevrə integral bu əyri üzrə hesablanır. Və bu şəkildə təyin olunur. İndi mən bir bərabərliyinin köməyi ilə tərif deyəcəm. Tərif bir bərabərliyində SN əmsalları 5 düsturu ilə tapılarsa, bu halda belə sıraya FZ funksiyasının Loran sırası deyilir. FZ funksiyasının Loran sırası deyilir. İndi bir sır bərabərliyində sağ tərəfdəki 2 sıra var idi. O sıraların xarakteristikasını gəldim verək. Belə deyirik, bir bərabərliyinin sağ tərəfindəki n bərabərdir 0-dan müsbət sonsuzluğa Sn Z minus Z0 üstü n sırasına Loran sırasının düzgün hissəsi deyilir. Bu adlanır düzgün hissə. Bir bərabərliyinin sağ tərəfində n mənfi sonsuzluqdan mənfi 1'ə qədər Sn Z minus Z0 üstü n sırasına isə Loran sırasının baş hissəsi deyilir. Deməli, bu adlanır Loran sırasının baş hissəsi. Loran sırasının baş hissəsi deyilir. Sonsuzluq alanda, yəni iki halı deyəcəm, sonsuzluqdan fərqli və sonsuzluqda baş hissə və düzgün hissə Loran sırasının necə təyin olur, gəlin onu verək. Birinci, Z0 fərqlidir. Sonsuzluq məxsusi nöqtəsinin ətrafında FZ bərabərdir. Mənfi sonsuzluqda, L mənfi sonsuzluqdan mənfi 1'ə qədər Sn Z minus Z0 üstü N üstəgəl S0 N 1'dən müsbət sonsuzluğa Sn Z minus Z0'ın üstü N şəklində ayrılır Loran sırası və burada baş hissə olur
bu hissə, baş hissə və düzgün hissə isə C0 ilə birlikdə bu hissə adlanır düzgün hissə. Düzgün hissə. Düzgün hissə. İkinci hala baxaq. İkinci halda sonsuz uzaqlaşmış, sonsuzluq məxsusi nöqtəsinin ətrafında Fz bərabərdir. N mənfi sonsuzluqdan mənfi 1-ə qədər Cn Z minus Z0-ın üstü N üstə gəl C0 N 1-dən müsbət sonsuzluğa Cn Z minus Z0-ın üstü N yazılışında isə düzgün hissə olacaq. Bu hissə düzgün hissə. Bu isə baş hissə olacaq. Baş hissə. İndi mən halqada Lorentz sırasının, funksiyanın Lorentz sırasına necə ayırmaq olar, o məsələni şərh eləmək istəyirəm. Yəni, halqada müxtəlif üsullarla verilən funksiya Lorentz sırasına ayrıla bilər və qeyd edeyim ki, əmsallar Cn 5 integralı ilə tapılanda, bayaq dediyimiz o teorem vasitəsindən funksiyanın Lorentz sırasına ayıranda çox vaxt Cn əmsallarının tapılması çətinləşir. Yəni, o integralın hesablanması həmişə yaxşı alınmaya bilər. Buna görə də başqa sadə üsullar da var. Məsələn, o üsullardan bir neçəsini mən deyim. Verilən funksiya sadə funksiyalara ayrılır və elementar riyaziyyatdan bizə məlum olan sonsuz azalan həndəsi silsilənin cəmi düsturundan istifadə edərək Lorentz sırasına ayrılır. Bunun mahiyyəti necədir, onu mən indi deyəcəm. Demək, sadə üsullardan biri budur ki, verilən funksiya sadə kəsirlərə ayrılır və o kəsirlər, sadə kəsirlər göstərilir və yaxud dediyim kimi sonsuz azalan həndəsi silsilə. Məsələn, sizə məlumdur ki, sonsuz azalan həndəsi silsilə B1, B2 və s. Bn və s. Q bərabərdir. Bn plus 1 bölək Bn şəklində təyin olunurdu və modulca Q kiçikdir 1. İndi burada sonsuz azalan həndəsi silsilənin cəmi S bərabərdir B1 bölək 1 minus Q. Bax, biz məhz bu düsturdan istifadə edəcəyik. Bizdə bu cəmdən istifadə edib verilən funksiyanı sıraya ayıracağıq. Yəni, bu düsturun o birisi formasından istifadə. Bu düsturu mən əgər yazsam ki, 1 üstə gəl, U üstə gəl, U kvadrat üstə gəl və s. U üstü N plus və s. şəklində yazsam, modulca U da kiçikdir 1. Sonsuz azalan həndəsi silsiləsində Q bərabərdir modulca U kiçikdir 1 şərti ödənir və burada belə deyək, 1 bölək 1 minus U bərabərdir 1 plus U kvadrat plus və s. kimi göstərilir. İndi biz cəmin özünü açıb bu şəkildə göstərəcəyik. Biz tətbiq eləyəndə, məsələ əlində mən onu göstərəcəm. 1 bölək 1 minus U bərabərdir. Belə sıraya ayrılış düsturundan istifadə edəcəyik. Sonra başqa üsul. Tutaq ki, bir başqa sadə üsul deyim. Tutaq ki, verilən funksiya hər hansı bir funksiya ilə sırası məlum olan funksiyanın hasili şəklindədir. Onda sırası məlum olan funksiyanın yerinə sıranı yazıb, sadələşdirib, verilən funksiyanı Lorentz sırasına ayırmaq olar. Və biz buradan nəzərə alacağıq ki, Taylor həqqi dəyişənli funksiyalarda Taylor sırasının ayrılış kompleks dəyişənli funksiyalarda da doğrudur və elə Taylor sırasına ayrılış
Loran sırası şəklində olur. Taylor sırası Loran sırasının xüsusi halıdır. O sağ tərəfdəki müsbət hədli sıralardan ibarətdir. İndi mən bunları misal üzərində dediklərimi misal üzərində göstərəcəm. Məsələ 1. Belə bir məsələyə baxaq. FZ bərabərdir. 1 bölünsün Z minus 1 vuraq Z minus 2 funksiyasını bir kiçikdir modulca Z, o da kiçikdir 2 halqasında Loran sırasına ayırın. Loran sırasına ayırın. Həlli. Bak, gördüğünüz kimi belə bir kəsir funksiya verilib və birinci o xüsusi hallar, sadə hallar dedim, o sadə hallardan birini tətbiq edəcəm. Məsələn, verilən funksiyanı sadə kəsirlərə ayırmaq. Sadə kəsirlərə ayırmağın da qaydalarından demişəm, bizim videolarımızda var. Burada istifadə edəcəyik sadə kəsirlərə naməlum əmsallar üsulu. Verilən funksiyanı götürürəm əvvəlcə. 1 bölək Z minus 1 vuraq Z minus 2 bərabərdir. Bir naməlum A ədədi bölünsün Z minus 1 üstəgəl B ədədi bölünsün Z minus 2 naməlum əmsallar üsulunun mahiyyətindən belə eləyirik. Ortaq məxrəcə gətiririk. Z minus 1 vuraq Z minus 2 olacaq A plus B Z minus 2 plus minus 2A minus B. Bak, vurdum AZ, BZ de buradan gruplaştırdık. Sonra mənfi 2A çıxaq mənfi B. Və buradan görünür ki, bu iki hissənin əvvəl və axırın bir-birinə bərabər olması üçün eynilik kimi. Burada Z iştirak eləmir. Naməlum əmsallar üsulunun elə mahiyyəti budur. Onda buradakı Z-in əmsalı sıfıra bərabər olmalıdır. Buradakı ədədləri cəmi isə elə vahidə bərabər olmalıdır. Bu isə bərabərdir vahid. Yəni onda belə bir sistem alırıq. A plus B bərabərdir sıfıra. Mənfi 2A minus B bərabərdir vahidə. Tərəf-tərəfə toplasaq, B'lər islah oldu. Mənfi A bərabərdir 1 alırıq. Buradan da çıxır ki, A bərabərdir mənfi 1'ə. A, B bərabərdir mənfi A olduğundan buradan çıxır ki, B bərabərdir vahidə. Beləliklə, bizim verilən funksiyamız FZ iki funksiyanın kəsirin cəmi şəklində göstəririk. Olacaq A-nın yerində mənfi 1, B-nin yerində 1. Bunu birinci yazıram. 1 bölək Z minus 2 çıxaq 1 bölək Z minus 1. Z minus 1. Bax, biz belə bir bu funksiyanı bu şəkildə ayırırıq. İndi isə Loran sırasına ayıra bilərik. Funksiyanı təzədən yazaq. Burada qeyd eləyək. FZ funksiyası bərabər oldu 1 bölək Z minus 2 çıxaq 1 bölək Z minus 1. Və artıq bu hissələri silə bilərik. İndi burada əsas məsələ nədir? Bizdə halqa verilib. Halqa bu şəkildədir. 1 kiçikdir modul Z, o da kiçikdir 2. Bu halqanı funksiyanı Loran sırasına çevirəndə
hökmən nəzərə almaq lazımdır o silsilədə iki şərti. Yəni burada bayaq dedik ki, 1 plus u plus u kvadrat plus vesaire bərabərdir. 1 bölək 1 minus u modulca 2 də bərabərdir modulca uya, o da kiçik olmalıdır 1-dən. İndi biz bunu tətbiq edək. Onda alıram fz funksiyası bərabərdir 1 bölək z minus 2 çıxaq 1 bölək z minus 1. Bax, bu şəkilə gətirməliyik. Buradan mənfi 2-də 1-i çıxardıram kənara. Mənfi 2-də 1 çıxanda mənfi 2-də 1 olacaq vuraq 1 bölək 1 minus z bölək 2. Bu birisindən isə 1 bölək z-i çıxardıram. 1 bölək z-i çıxardanda olacaq 1 bölək 1 minus 1 bölək z. Bax, bayaq onu deyirdi. Bu, sonsuz azalan həndəsi silsilədəki Q. Bax, bu modulca z bölək 2 kiçik olmalıdır 1-dən. Buradan alıram modulca z kiçikdir 2-dən. Şərt ödəndi. Burada çünki çıxardan diqqətli olmaq lazımdır. Bizə tələb olunan halqada sıranı yazmaq lazımdır. İkincidə isə 1 bölək z modulca kiçik olmalıdır 1-dən. Buradan da alıram ki 1 bölək modulca z kiçikdir 1 və buradan da alırım modul z böyükdür 1. Modul z 1-dən böyükdür, 2-dən isə kiçikdir. Deməli, bu şərt ödəndi. Onda biz artıq sonsuz azalan həndəs silsilənin cəmini, bax bu cəm düsturunu toplananlar şəklində göstərəcəyik. Yəni onda olacaq mənfi 2-də 1 vuraq. Bir plus z bölək 2 z kvadratı bölək 2'nin kvadratı z kubu bölək 2'nin kubu plus vesaire. İkincidə isə olacaq bu şəkildə minus 1 bölək z 1 plus 1 bölək z 1 bölək z kvadratı 1 bölək z kubu plus vesaire. Bax, belə bir cəm aldıq. İndi biz bunu yığcam şəkildə də yaza bilərik. Yəni, artıq bu olacaq mənfi 2-də 1-i vursaq daxilə. Mənfi 2-də 1 çıxaq z bölək 2'nin kvadratı çıxaq z kvadratı bölək 2'nin kubu çıxaq z kubu bölək 2'nin üstü 4 plus vesaire. Burada isə olacaq belə minus 1 bölək z minus 1 bölək z'in kvadratı minus 1 bölək z'in kubu minus 1 bölək z üstü 4 minus vesaire. İndi biz yuxarını silə bilərik. Mənfini çıxardırıq burada. Bax, bunu belə qruplaşdırıram, belə yazılışı. Bu şəkildə. Birinci nə olacaq? Birinci olur belə. Cəm n sıfırdan sonsuzluğa qədər. N sıfırdan sonsuzluğa qədər. Z üstü n
2'nin üstü n plus 1. Fikir verək. Deməli, üstün dərəcəsi məxrəcin dərəcəsindən 1 vahid kiçik olur və burada olacaq minus 1 böl n mənfi 1-dən sonsuzluğa qədər, n sıfırdan sonsuzluğa qədər 1 bölək z üstü n plus 1. Beləliklə, verilən sıra rho olan sırasına ayrıldı, verilən funksiya, yəni fz bərabər oldu. Mənfi cəm n sıfırdan sonsuzluğa z üstü n bölək 2 üstü n plus 1 və çıxaq cəm n sıfırdan sonsuzluğa 1 bölək 2'nin üstü n plus 1. Tələb olunan funksiya bu şəkildə Loran sırasına ayrıldı. Bu birinci məsələmizin həlli. İkinci məsələyə baxaq. Məsələ 2. Məsələ 2. Fz bərabərdir 1 bölək 3 minus z funksiyasını z0 bərabərdir 1 nöqtəsində z0 bərabərdir 1 nöqtəsində z minus 1'in qüvvəti şəklində z minus 1'in qüvvəti şəklində qüvvətinə isə Loran sırasına ayırın. Loran sırasına ayırın. Sıranın düzgün və baş hissəsini göstərin. Yığılma oblastını tapın. Sıranın düzgün və baş hissəsini göstərin. Düzgün və baş hissəni. Baş hissəni göstərin. Yığılma oblastını tapın. Yığılma oblastını tapın. Həlli. Deməli biz fz bərabər 1 bölək 3 minus z funksiyasını z0 bərabərdir 1 nöqtəsi ətrafında z minus 1'in qüvvətinə əsasən Loran sırasına ayırmalıyıq. Bu 1. 2. Loran sırasının düzgün və baş hissəsini təyin etməliyik. Və üçüncü yığılma oblastını tapmalıyıq. Yığılma oblastını. Burada şərtlərə diqqətlə fikir verib yanaşmaq lazımdır. Fz funksiyası bizdə bərabərdir 1 bölək 3 minus z. Z minus 1'in qüvvəti şəklində göstərmək lazımdır. Onda biz bu funksiyanı belə çevirə bilərik. Yazarım 1 bölək 2 minus z minus 1. Açanda mötərizəni yenə 3 minus z verir. Və burada məxrəcdən 2'ni ortaq vurğu kimi çıxardırıq. Deməli 2'də 1'i çıxartsaq belə olacaq 1 bölək 1 minus z minus 1 bölək 2. Bax, belə hal alırıq. Və bir də deyirəm, burada əsas
sonsuz azalan həndəsi silsilədə kiçikdir modulca bir şərtin nəzərə almalı. İndi biz burada bu şərtdən istifadə edib yığılma radiusunu tapacağıq. Yığılma radiusunu burada. İndi bu isə artıq sonsuz azalan həndəsi silsiləyə gəldiyini mən göstərim. Deməli, Q bərabərdir modulca Z minus 1 bölə 2 kiçikdir 1 olmalıdır. Buradan da çıxır ki, Z minus 1 kiçikdir modulca 2-dən. Bu nə deməkdir? Mərkəzi bir nöqtəsində radiusu 2-yə bərabər olan deməli çevrədən ibarət olur. Yəni yığılma oblasti. Onu sonda bir daha deyəcəm. Və biz artıq götürüb bu cəmi aça bilərik. İndi gəlin bu cəmi hesablayaq. Bu bərabərdir 2-də 1. 1 minus 1 plus Q budur. Q. Deməli olacaq 1 plus 2-də Z minus 1. Üstə gəl 2-də Z minus 1'in kvadratı. Z minus 1 bölə 2'nin kubu plus və s. Bax, belə şərt alınır. İndi bunu sadələşdirə bilərik. 2-də 1'i daxilə vururam. 2-də 1'i daxilə vuranda alınır belə. Bərabərdir 2-də 1. Olacaq. Üstə gəl Z minus 1 bölə 2'nin kvadratı. Olacaq. Üstə gəl Z minus 1'in kvadratı bölə 2'nin kvadratı 2'nin kubu plus və s. Bunu da yazaq. Z minus 1'in kubu 2'nin üstü 4 plus və s. Eninci həddi də yaza bilərik. Eninci həddi olacaq onda Z minus 1'in üstü N bölünsün 2'nin üstü N plus 1 plus və s. Bax, biz sıraya ayırdıq. İndi burada bu ayrılışdan görünür ki, bütöv ayırdığımız bu hissə hamısı düzgün hissə hesab olunur. Yəni onda biz bu sıranı belə də yaza bilərik. N sıfırdan sonsuzluğa, müsbət sonsuzluğa Z minus 1'in üstü N bölünsün 2 üstü N plus 1 və bu düzgün hissə oldu. Ancaq düzgün hissədən ibarətdir. Bax, bu hissədir. Düzgün hissə oldu hamısı. Bax, bu və birlikdə düzgün hissə oldu. Onu da qısa şəkildə sıranı belə yaza bilərik. İndi suallara bir-bir cavab verək. Deməli, Z minus 1 nöqtəsi ətrafında verilən funksiyanın Lorentz sırasını ayırdıq. Düzgün və baş hissə. Düzgün hissə budur, baş hissə sıfırdır. Təyin elədik. Bayaq dediyim kimi, indi isə yığılma oblastını tam dəqiqliyi ilə təyin eləyək. Həndəsi olaraq göstərə bilərəm. Dedim ki, biz tapdıq ki, Z minus 1 kiçikdir 2. Bu verilən funksiyanın Lorentz sırasında yığılma ayrılışının yığılma oblastıdır. İndi bu yığılma oblastı həndəsi olaraq nə deməkdir? Mərkəzi vahid nöqtəsində birdə radius 2'yə bərabər olan dairə nöqtələr çoxluğundan ibarətdir. Bərabərlik yoxdur deyə çevirən. Deməli, qısaca belə deyə bilərik ki, yığılma oblastı
yığılma oblastı. Radiusu R bərabərdir. Mərkəzi bir nöqtəsində radiusu R bərabərdir 2 olan, radiusu R bərabərdir 2 olan dairə nöqtələr çoxluğundan ibarətdir. Beləliklə, bu məsələdə 3 sualın üçünü də şərh eləmiş oldu. Üçüncü məsələ. Məsələ 3. Belə bir məsələyə baxaq. FZ bərabərdir 1 bölək Z kvadratı vuraq sinus Z. Funksiyasını Z0 bərabərdir 0 məxsusi nöqtəsində Lorentz sırasına ayırın. Bir, sıranın düzgün və baş hissəsini göstərin. Düzgün və baş hissəni göstərin. Düzgün və baş hissəni göstərin. Düzgün və baş hissəni göstərin. Yığılma oblastını tapın. Yığılma oblastını tapın. Yenə də 3 sual tələb olunur bizdən. Lorentz sırasına ayırmaq, düzgün və baş hissəni göstərmək, yığılma oblastını tapmaq. Həlli. Mən bayaqları funksiyanın Lorentz sırasına ayrılmasında dedim ki, elə üsul da var ki, sadə üsullardan biri də budur ki, əgər verilən funksiya 2 funksiyanın hasilindən ibarətsə də və funksiyalardan birinin sıraya ayrılışı məlumdursa, onda o funksiyanın yerinə onun ayrılışını, sırasının qiymətini yerinə yazmaq lazımdır. Və sadələşdirib məsələni həll etmək olar. Sinus Z funksiyası, həqqi dəkənli funksiyalarda sinus X funksiyası, Taylor sırasına ayrılışı eynən, burada da sadəcə arqument Z ilə yazılır, eynən düzdür və elə Taylor sırasına ayrılış da burada verilmiş funksiyanın Lorentz sırasına ayrılışından üst-üstə düşür. Onda biz sinus Z-in yerinə onun ayrılışını yazaq, Taylor sırasını yazaq. Sinus Z bərabərdir cəm N sıfırdan sonsuzluğa 2n plus 1 faktorial məxrəcdə mənfi 1'in üstü n vuraq Z üstü 2 n plus 1. Bax, bu ayrılış bizdə məlumdur. Necə? Bayaq dediyim kimi, həqqi dəyişənli funksiyaların Taylor sırasına ayrılışı kimi bu ayrılış doğrudur. Onda biz götürüb funksiyanı yaza 1 bölək Z kvadratı FZ bərabərdir yazaram. 1 bölək Z kvadratı vuraq sinus Z-in yerinə bunun qiymətini də yaxşı alınması üçün açıq şəkildə yazaq. Sıranı cəmdən parçalayaq, hədlərə ayıraq. N sıfır olanda Z, N 1 olanda minus, N 1 olanda minus, 1 olanda 3 faktorialda Z kubu, N 2 olanda Z üstü 5,
4, 5 faktorial. 3 olanda 7 faktorial məxrəcdə. Minus, buradan minus və z üstü 7. Plus və s. İndi gətirib mən bu ayrılışı burada sinus z-in yerinə yazacağım. Olacaq z minus z kubu bölünsün 3 faktorial. Üstə gəl z üstü 5 bölək 5 faktorial. Çıxaq z üstü 7 bölək 7 faktorial. Plus və s. Və 1 bölək z kvadratını daxilə vururam. Vuranda alırıq. Bərabərdir. 1 bölək z ixtisar oldu. Minus z kvadratı bölək 3 faktorial. Z bölək 3 faktorial kvadratla kub ixtisar. Z üstü 5 z kubu bölək 5 faktorial. Və çıxaq z üstü 7'ni z üstü 5 bölək 7 faktorial plus və s. Deməli, biz nəticədə Lorentz sırasına ayırdıq. Bunu da ümumiləşmiş şəkildə. Baş hissə olacaq 1 bölək z olur baş hissə və bu ifadə bütöv düzgün hissə. Bura oldu düzgün hissə. Bu da oldu baş hissə. Baş hissə. Baş hissə 1 bölək z-dən ibarətdir. Düzgün hissə də bütöv bu hissədən ibarətdir. İkinci suala da cavab verdik. Düzgün hissəni də göstərdik. İndi bunu ümumi şəkildə də yazmaq olar. Cəm bərabərdir. Cəm n sıfırdan müsbət sonsuzluğa qədər mənfi 1'in üstü n bölünsün 2n plus 1 faktorial. 2n plus 1 faktorial. Burada isə 2n z'in üstü 2n minus 1 olacaq. Bax, ümumi yığcam şəkildə verilən funksiyanın sırası, Lorentz sırası bu şəkildə oldu. Baş hissəni tapdıq, düzgün hissəni tapdıq. İndi qaldı yığılma oblasının tapılması. Yığılma oblası belə tapılır. Deməli, məxsusi nöqtə burada deyilmişdir ki, z0 bərabərdir. 0 məxsusi nöqtəsində. Məxsusi nöqtədə odur ki, verilən funksiya həmin nöqtədə analitik olmadığı və təyin olunmadığı nöqtə məxsusi nöqtə adlanır. Deməli, kompleks müstəvidə bir dənə nöqtədə funksiya analitik deyil və təyin olunmayıb. Onda biz onu yaza bilərik. Verilən sıranın yığılma oblasti 0 kiçikdir modulca z, o da kiçikdir müsbət sonsuzluq. Yəni, verilən sıra z0 bərabərdir 0 məxsusi nöqtədən başqa bütün kompleks müstəvidə yığılandır. Bütün kompleks müstəvidə yığcam şəkildə riyazi olaraq yığılma oblasti bu şəkildə göstərilir. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşürüz.